Lazımdır orada şovumu, heç nə istəmirik. Sən ona çıx özün danış gül, bizə o rüyanı əsirgəmə. Dünən başa düşdüm ki, o rüya üçün darıxmışdılar. Düzdür, bu səfər də rejissor mənim qulağıma danışırdı ki, məsəl üçün, bura yaxınlaşma, burada kamera var falan. Amma bütövlükcə onların idim. Və çox gözəl adamlar idi. Bugün də inşallah elə enerjili adamlar gələr. Dünənki konsertimizdən fərqli bugün də olacaq. Heç də yoxdur, eyni şeydir, eyni proqramdır. Bugün yıxılmayacağım, dünən bir damcı belləmişəm, bugün yerini göstəriblər, beni bağlayıblar və salam. Ayaqqabımı çox sıx bağlamışıq qızım, gəzə bilməyəcəm. Bugün fərqimiz odur. Fərqimiz odur ki, bugün belə yəni gözəl xalatdayım. Hər zaman olduğu kimi enerjili. Bəli, ən əsası enerjimdir. Ən əsası bu 20 ili konsert 20 ilini, 25 il sənət fəaliyyətidir. 20 ildir durmadan 2 ili pandemiyanı çıxartmaq şərtilə. Yəni bütün dünya kimi biz də durduq. Ona görə çox sevinirəm təzədən bu sarayda hamını qarşılamağa. Sən olacaqsan indi? Mütləq, əlbəttə. Hadi qızım, İzlə məni. Baş istər. Tamam. Uğurlar.